Türkiyəli müğənni Doğuşdan səmimi etiraflar. O, əməkdar jurnalist Xoşqədəm Hidayət qızı ilə tanışlığını və evlilik hekayəsini danışıb. Məni verilişə dəvət etmişdilər. Mən də bir sığınacağın hesab nömrəsini göndərdim ki, ora pul köçürsəniz, gələrəm. Onlar da göndərdilər, getdim. Proqramdan əvvəl uşaqlarla görüşdük. Xoşqədəm xanımın qayğısı mənə çox səmimi gəldi. Efir bitəndən sonra dedim, mənimlə evlən. Dedi, sən manyaksan? Dedim, niyə olmasın? Sonra 6 ay sadəcə mesajlaşdıq. Bir dəfə məni konsertə dəvət etdi. Amma konsertdən bir gün əvvəl şəhid xəbəri gəldi. Dedim, konsert verə bilmərəm, şəhidimiz var. O an Xoşqədəm ağladı və məni qucaqladı. Çox milliyyətçi, vətənini sevən qadındı. Soruşdu ki, evlənmə təklifin hələ də keçərlidir? Dedim, keçərlidir. Dedilər, bunlar 3 aya boşanar, amma biz hələ də birlikdəyik, 2 oğlumuz var. Məni idarə etməyi bacardı, sağ olsun.